Hər kəs salamlayıram. Dostlar, iki mövzuya toxunacağam. Diqqətlə qulaq asın. Birinci nədir? Sən əgər start verib pərizə oturursansa, sənin çəkin düşmürsə, sən narahat olma dostum. Yəni bu belə olmalıdır. Bu bədən şokda olur, adaptasiya olur. Bədən görmür baxı pəriz. Bədən neçə ildir yeyir, yəni yatır, yəni yağlı, şirniyyat, şokolad. Ona görə sən 3 gün pəriz saxlayanda bədən sadəcə şokda olur. Və bir müddətdən sonra çəkin mümkün deyil düşməsin. Sən biraz səbirlə, biraz təmkinlə yanaşsan, lap gözəl olar. Sən bir aylıq eləməsən, həmişə deyilən ki, mən həmişə sağlam qidaya başlayacağam, həmişə də belə olacaq, yəni ömrümün axırına kimi. Və bir müddətdən sonra görəcəksən, sənin çəkin düşəcək. Mümkün deyil sənin çəkin düşmədən. Sadəcə, yəni bədən şokda olur, biraz səbir elə gedəcək. Həvəsdən düşmə. Tələsirsən və həvəsdən də nəticədə olmayanda tez həvəsdən düşürsən. İkinci məsələ nədir? Qadınlarda burada yağ olur da, yəni baxırsan arı xanımdır, paltar giyinir, heç bir yerində yağ faizi çox deyil. Sadəcə bu qarında o xəmir kimi yağ olur. Yəni o nədir dostum? Bu sənin enerji mənbəyidir. Sən bunu hər hansı bir chia toxumundan, hər hansı bir bitki ilə bunu aradan götürə bilmərsən. O chia toxumudur. Bunlar kletçatkadır. Bu sənin şişkinliyi, yəni aradan götürə bilər. Amma bu yağı atmaq üçün sənə nə lazım? Təngi nəfəs olasan. Yəni bu da ki kardio eləyəsən, ya crossfit eləyəsən ki, oksigeni alasan, karbonla yağ ağızdan çıxsın. İnsan arıqlayanda bilirsiniz də ən çox faiz ağızdan arıqlayır. Və sonra bu sənin enerji mənbəyidir. Yəni o da ki necə dostlar? Yəni sən arıqlayacaqsan, üzdən də arıqlayacaqsan. Amma ki sən tələsmə, qoy sıfıra sal, ondan sonra təmiz karbohidratla sonra kökəl özürsən. Demək ki, ay üzüm arıqlayır, pis görsənirəm. Yox, indi bir müddət arıqlayandan sonra, yağın gələndən sonra, ondan sonra təmiz karbohidratla qaldırarsan. Yəni sən təmiz karbohidratla qidalanmamısan deyə, yəni fast food, yağlı, şirniyyat, ona görə bu, yəni bu yağ səndə sallanıb. Təmiz karbohidratla sən kökəlsəydi bu mümkün deyil sallansın. Fikrim çatır. Ona görə deyirəm ki, dostlar, çalışın hər hansı bir işi görürsünüz ki, biraz təmkinlə, səbirlə yanaşın. Tələsi eləyirsən, sonra nəticədə olmayan tez həvəsdən düşürsən. Gedginə, ondan gözəl nə ola bilər? Formada olsan, özünü yaxşı hiss etsən, psixoloji da sağlam olsan. Bir daha söyləyirəm, çalışın, sağlamlığınızı qoruyun. Hər kəsə uğurlar.